YouTube shortslarında və oyunlarda animasiya şəklində uşaqların qarşısına çıxan bu videolar uşaqlara erkən yaşda cinsel təlimi və eyni zamanda cinsəlliyin yanlış yönlərini və digər canlılar üzərindən də cinsəlliyin var olduğunu uşaqlara öyrədir. Bəs uşaqlar cinsəlliklə erkən yaşda tanış olduqları zaman təhlükələr nələrdir? Onlar hələ cinsəlliyi dərk etmədiklərinə görə, yəni cinsəlliyin mənasını tam şəkildə anlamadıqları üçün uşaqlar bunu özlərində də tətbiq etməyə çalışa bilərlər və yaxud da bu izlədiyiniz videolarda yanlış anlaşılmalara səbəb ola bilirlər. Yəni, mən həm dostumla, həm ailəmlə, həm anamla, həm atamla, həm heyvanlarla da cinsel əlaqəyə girə bilərəm düşüncəsini uşaqlarda yaradır. Bu düşüncənin önünə keçmək üçün əgər övladımız artıq bu videoları izləyibsə, o zaman mütləq şəkildə uşaqlara cinsel təlim vermək lazımdır. Cinsəllik nədir? Cinsel kimlik necə yaranır? Özəl bölgələrimiz hansılardır? Cinsel münasibətə neçə yaşından etibarən girmək olar ki, sualları cavablandıraraq uşaqlarınıza cinsel təlimi verə bilərsiniz.